olan yarım meydançanı 8 saniyə ərzində komanda tərk eləməsə, top alıb veriləcək yenə B komandasına. Fərq yoxdur. Yəni B komandası 8 saniyə çıxa bilmədi, veriləcək A komandasına. Hər halda hansı komanda ki 8 saniyə qaydasını pozdu, özünə aid olan hissədən çıxmadısa, avtomatik olaraq top alınır, verilir digər komandaya. 5 saniyə qaydamız. Top meydançada yan xəttlər ki tərk eləyir. Onu da nəzərinizə çatdırım ki, bu yan xəttlər var, bax bu xəttlər. Bütün hamısı meydançanın çölü sayılır. Oyunçu özü topu əlində siləyərək meydançanın içində idarə eləsə belə, özü xəttin üstündə dursa top oyundan çıxmış sayılır. Niyə? Çünki meydançanın xətti meydançanın daxili sayılmır. Bu yalnız voleybol və badmintonda sayılır. Top xəttə düşəndə xal sayılır və oyun meydançada sayılır da top. Burada isə elə deyil. Dediyim kimi top xəttin üstündə olanda